Hər kəsə dostlar, Tacikistan paytaxtı Düşənbədən salamlar. Deməli, YouTuberlər deyirdilər ki, bəs Mərkəzi Asiyanın ən kasıb ölkəsi Tacikistandır, nə bilim, ən geridə qalmış ölkəsi Tacikistandır. Kəsinliklə, yəni 100% belə deyil. Mərkəzi Asiyanın ən geridə qalmış ölkəsi məncə Qırğızıstandır, tikinti baxımından ən azı. Amma Tacikistanda belə böyük parklar, bax, beləcə meydanlar, Novostroykalar, hələn burası şəhərin tam mərkəzi deyil. Amma bir şey var. Mən deməli Tacik dostum, bax oradakı oğlan Bəhruz. Burada maaşlar az. Onun atası məsələn müəllimdir, 40 ilin müəllimi olub, ən çox aldığı maaş $100 olub. İndi də pensiyaya çıxıb $80 cəmi pensiya alır. Maaş və pensiya baxımından Tacikistan kasıb ola bilər, amma tikinti baxımından nə bilim, otel, yol, tikinti baxımından Qırğızstandan daha müasirdir, 100%.